Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə İsa Hüseynovun Zəhər hekayəsi haqqında vacib məqamlara diqqətinizi çatdıracağam. Sonra da izlərsiniz, abunə olub bəyəni paylaşmağı unutmayın. Baxın, Dirməşdə qəribə bir sükut var idi. Nə bir quş ötürdü, nə bir yarpaq tərpəndi. Biz görürük ki, demək meşəbəyi meşəni gəzərkən çox sakitlik olub və nə quş ötürdü, nə də bir yarpaq tərpəndi. Meşəbəyi Mirqasım, demək biz meşəbəyin adı Mirqasım olduğunu görürük. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub papağının dalını qaldırıb mahnı oxuyur. Demək meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub və papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Yəni demək yoldaşlar, biz burada məlum olur ki, meşəbəyi Mirqasım həmişə hər zaman kefdən oxuduğu halda bu dəfə isə kefdən oxumurdu. Bu dəfə Meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu 60 yaşlı pəhləvan cüssəli adam məhz kədərə qalib gəlmək niyyətli papağın dalını qaldırıb, çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü. Deyirdi. Qaşını oynatdı, gözündən güldü, deyirdi. Özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bu gün Meşəbəy meşə ilə vidalaşmağa çıxmış. Demək biz buradan məlum olur ki, Meşəbəy niyə görə qəmgindir? Çünki demək Meşəbəy meşə ilə vidalaşmağa gəlmiş. Nə zaman burada Aşıq Ələsgərin demək qoşmasında bir neçə misrada demək burada deyir. Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutma başladı. Demək yoldaşlar, biz demək qoşmadan başqa burada Meşəbəyinin yadına bir bayatı da düşür, amma həmin bayatını demir. Səbəb nədir yoldaşlar? Çünki ölümdən danışan bu bayatını dərhal unutdu. Səhərdən axşamacan, bəzən hətta gecə yarısınacan çiyində gəzdirdiyi, lakin bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yəni 30-35 dərəcə istində belə geyməyə adət etdiyi çəkmələr indi bu sərin payız günündə elə bir oda dönüb ayaqlarını yandırırdı. Bax yol demək biz burada Meşəbəyin Mirqasımın demək meşənin gəzdiyi fəsli də biz artıq görürük ki, payız fəsli idi. Payız fəslində gəzirdi. Lakin Meşəbəy dərhal bunları da unutmağa çalışdı. Papağı bu dəfə arxa itələyib yəhərdə qamatını düzəltdi. Şəf və xəzəl qoxusu, yəni payız fəslidir. Xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı. Altına keçdi qoca palıdının yarpaqlarına, sonra göy ürgənin dərisi işıldayan, göy atının adı yoldaşlar, göy ürgənin dərisi işıldayan dolu qüvvətli çiyninə və dalğalı yanına baxdı. Belə-belə işlər, ay göy ürgə, belə-belə işlər deyə 60 yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı. Demək yoldaşlar, Mirqasım 60 yaş var, ilk dəfə olaraq demək burada öz-özünə danışmağa başladı. Deməli, bu gecə yatırıq, qalxırıq, bu da elər 2 gün. 3 deyən gün demək lenkəsi, yəni 3 gündən sonra artıq Meşəbəy Mirqasım meşəni gəzdiyi gündən 3 gün sonra demək lenkəsidir, şülüs açılır, su gəlir, meşəmiz suyun altında qalır. Görkənin yerişi Meşəbəyin xoşuna gəlmədi. Ürgə daşsız, keşəksiz, dümdüz tarlanın ortasında birdəncə büdrədi. Meşəbəyin oğlunun bir raykom katibi idi. Demək bir raykom katibi də olanların yoldaşlar. Bakıda oxumaqlı, birisi Bakıda oxumaqlı. Demək yoldaşlar, biz burada görürük ki, artıq Meşəbəyinin burada demək oğlanların biri raykom katibində işləyirdi, biri isə Bakıda demək oxumaqlı idi. 10 illik bu il qurtarmış, son 5-i isə artıq başa çatmaqda olan bənd tikintisini işləyir. Demək 3 oğlu var, bir raykom katibidir, biri Bakıda oxuyur. Son 5-i isə 10 illik bu il qurtarmış, son 5-i isə demək bənd tikintisinə çalışır. Bütün atalar kimi o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdə büdrəməsi, üstəlik bir-iki kərə öskürməsi Meşəbəyi narahat edirdi. Lakin qarşıdakı böyük itki bu narahatlığı da tezcə unutturdu. Yəni qarşıda böyük itki var, meşənin su altına qalması var. O itkinin qarşısında bu atın büdrəməsi və ya öskürməsi Meşəbəyi üçün elə də narahatlıq vermədi. Meşəbəyi cilovu tərpətdi, iri qabarlı əli ilə ürgənin çiynini şapıldatdı. Büdürəmə, fikir eləmə, qadan alım, dedi. Bəndi çəkənlər, meşən su altına qoyanlar mənim öz balalarım. Təbii ki, burada öz balalarım deyəndə təhsə öz 3 övladına söhbət etmir. O bənddə iş görənləri bu 60 yaşlı bir insan öz övladı hesab edir. Yəni təhsə orada belə deyək də, burada artıq bir ümumiləşmiş bir obraz kimdir artıq Mirqasım. Çünki orada olan insanlar öz övladı kimi hesab edir. Deyirlər, su daha əfsəldir. Suyumuz olsa deyirlər, ilan mələyən düzlərdə 100 belə meşələr salacaq. Elə bilirsən salamayacaqlar, salacaqlar. Ay gölgə salacaqlar. Gün o günü, o dövranı biz də görəcək. 100 yaşında at belinə qalxır Meşəbəyi etməyinin atasının əllərini. Demək olar ki, Meşəbəyi Mirqasım burada növbəti bir belə deyək də ruh düşkünlüyü yoxdur artıq. Əksinə deyir ki, 100 yaşındadır mən demək Meşəbəyilik edəcəyəm. Yəni geri çəkilmək yoxdur da. Yəni bunun hətta növbəti bir prosesdə də yenə də Meşəbəyi etmək belə deyək iştahası da var.
100 yaşında at belə qalxıb meşəbə etməyən atasına lənir. Meşəbə yenə papağının dalını qaldırdı, yenə mahnı oxudu. Artıq ikinci mahnı oxuyur. Birinci bayaq o çərşənbə günü çeşmə başına mahnısı oxuyurdu. İndi isə ay duman gəl keç bu dağlardan, bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm numara eyləsin. Çox düşünmədim. Bəddaxatın aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxudan sonra yenə də ömründə birinci dəfə burada kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi. Aşıq Abbas dağ adamı idi. Dağlardan danışardı. Yəni Aşıq Abbas Tufarqanlının qoşmasıdır bu. Aşıq Abbas dağ adamı idi. Dağdan danışardı. Mən aran adamıyam, arandan danışıram. Abbas deyirdi, könlün qubar eyləsin, mən deyirəm könlün nubar eyləsin. Təbii ki. Hansını yaxşı deyir ay görcə? Ürkə bir də büdrətdi, meşəbə bir də təəccübləndi. Əşi, sənə nə oldu ay zalım balası? Deyə birdən hirslənib qışqırdı. Nə olub? Sən də bir yandan kefimizə soğan doğrayarsan. Allahın bəndən hayfını səndən alaram atamın görə haqqı. Ürkə hətta bir şapalaq da çəkdi. Lakin əvvələ meşəbə əlini tərpətməmiş yerindən oynayan Ürkə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı və bir də çiyinin dərsi titrədi. Meşəbə köksünü ötürdü, yəni ah çəkdi. Dərdinə işərik çıxırsan, nədir ay Allahın heyvanı? Ürkə başını endirib yavaş-yavaş addımlayırdı. Meşəbəy də başını sinəsinə əydi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudan da göy ürkə onun dərdinə şərik çıxırdı. Belə-belə işlər, ay göy ürkə, deyə o asta yorğun səslə təkrar etdi və daha səsini çıxarmadı. Meşədə qəribə sükut var idi. Nə bir quş ötürdü, nə də bir yarpaq tərpəndi. Bax, biz bu ifadəni demək əsərin girişində görürük ki, meşədə qəribə bir sükut var idi, nə bir quş ötürdü, nə də bir yarpaq tərpəndi. Meşəbəy heç ürgənin ayaqlarının tappıltılarını eşitmirdi. İndi o ürəyində oxuyurdu. Nələr gəldi, nələr getdi bu dünyadan bu dünya. Baxın yoldaşlar, bu ifadəni yadda saxlayın ki, bu ifadəni Meşəbəyi ürəyində deyir. Nələr gəldi, nələr getdi bu dünyadan bu dünya. Bax bu ifadəni diqqətli olun ki, bəzən deyə bilər ki, məsələn, sualda düşə bilər ki, Meşəbəy məsələn qahqah çəkərək nələr gəldi bu dünyadan dedi. Xeyr, bunu ürəyində deyir. Birdən ürgə dayandı. Meşəbəy diksinib qabağa, son tərəfə baxdı. Uzaq mənzilli yola çıxanda adətən tanış adama filan rast gəlməsə dayanmazdı. Lakin Meşəbəyi ətrafda lal dinməz ağızlardan başqa heç nə görmədi. Demək Atın xasiyyəti var idi ki, ya tanış adam görəndə demək dayanardı, amma tanış adam yox idi. Görgənin bir xasiyyəti vardı. Belində yəhərin tapqırı qayışı açılanda, qırılanda dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi. Demək yoldaşlar, bizə burada məlum oldu ki, göy ürkə iki halda dayanardı. Bir, tanış adama rast gəldi, iki də demək yəhərin tapqırı açılandı. Bu hadisənin heç birisi isə baş verməmişdi. Meşəbəy əlini tapqıra atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgə nə olmuşdu? O yəhərdən yerə atıldı. Ürgənin dudağı arasında sarımtıl köpük görünürdü. Meşəbəy əsla çiyrənmədən ovca köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxladı. Köpükdən asırqal da zəhərli bitki növüdür yoldaşlar. Asırqal iyi gəlirdi. O ürgənin gözlərinə baxdı. Bu iri göyçək gözlər istirablı dolu idi. Ürgənin dodaqları arasında yenə sarımtıl köpük gəlirdi. Meşəbəy bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi. Göy hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəy çox yaxşı bilir ki, dərhal tədbir görməsə göy ürkə buradaca onun gözünün qabağında yıxılıb ölə bilər. Bir qədər yaxınlaşdım, yıxılıb ola bilər. Lakin o hələ də dayanıb ürkənin dodaqlarının arasında aramsız qaynayıb tökülən köpüyə baxırdı. O ömrün 40 ilini at belində olmuşdu. Demək 60 yaşı var idi. 40 ilini, demək 20 yaşından bəri 40 ilini at belində olmuşdu. Meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində asırqal çox az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitir. Yəni o şübhələnirdi ki, asırqal yeyə bilər. Amma asırqalın bunun meşəsində bitmədiyini yəqin də bilirdi. Elə isə nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə heç zəhərlənməmişdi. Meşəbəyin dünya görmüş təcrübəli gözləri dostun bədəninə gəzdi. Ürgənin döş əzəli titrəyirdi. Dizləri hiss olunduğu dərəcədə bükülüb, çox çətinliklə düzəlir. Gör ki, onu öz oğulları qədər sevən, onu yedirtmək üçün şinelin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında, bax, demək ata bu qənd də yedizdirilmişdi. Parça-parça qənd yedizdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış ki, istirablı gözlərini çevirib yana baxırdı. Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bir daha utanmaqdan, xəcalətdən keçdiyi hiss edib, gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi. Bu saat qadıram, deyə Meşəbəyə pıçıldadı. Çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözləri sığalla bir daha, bu saat dedi. Şallağını çəkməsinin boğazına sancdı, yəni qırmancının şallağını çəkməsinin boğazına sancdı, papağını başına bərkitdi, şinelin ətəklərini yıxıb yerindən götürüldü. Buradan təxminən 2 kilometr aralıqda geniş bir tarlada gür sulu çay üzərində safxoz var idi. El arasında ona it safxozu deyərdilər, çünki orada suiti saxlayırdılar. Orada suiti müxtəlif cinslərini saxlayırdılar.
Bir ay bundan əvvəl safxoz köçürülmüşdü. Dişillər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli dibi qaparılıb aparılmışdı. Safxozun yerində indi yalnız torpağı yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağ ağızda dayanmış bir cüt nəhəng, hörümçəyə bənzər iki alacıq var idi. Orada safxoz direktorun qaynatası Daşdəmir. Demək, safxoz direktorun qaynatası Daşdəmir kürəkəninin özünün və daha bir safxoz işçisi mal qarasını saxlayırdı. Sabahlı bir yüzünü Daşdəmirdə köçməli idi. Demək, yoldaşlar, Daşdəmiri biz görürük ki, eyni zamanda qaynatasını və özünün malını demək saxlayırdı. Meşəbəyə 2 kilometr yolu bir nəfis qət edib, alçıqlara yetişəndə hər alçığa kölgəsindən bir iri qıllı köpək peyda oldu. İtlərin səsində Daşdəmirin əvəzinə geyimindən şəhər ziyarasına oxşayan boz şlapalı uzaboy bir adam çıxdı. Yürüb itlərə tərəf təpindi. Sonra dayanıb təəccüblə meşəbəyə baxdı. Qan tərcəsindən tənə-nəfəs yürüyən adamdan nə isə soruşmaq istədi, ancaq meşəbəy onu qabardı. Demək, meşəbəydən şlapalı o demək şəhərdən gələn oğlan meşəbəydən heç nə soruşa bilmir, çünki meşəbəy onu qabaqlayıb deyir. Mən Mirqasımam, meşəbəy Mirqasım, ay oğul. Atım ağıya düşüb. Ağı yoldaşlar zəhər demədi. Atım zəhərə düşüb. Mən sən burada birinci dəfədir ki görürəm. Bağışla, tanış olası halım yoxdur. Bir vedər süd lazımdır. Daşdəmir hanı gözümə dəymir. Nə olub? Mirqasım, düşün niyə atlanır? Yaxınlıqda lap 5 addımda tanış səs gəlir. Yəni bu Mirqasıma demək Daşdəmirin sözdür bu. Nə olub? Mirqasım, düşün niyə atlanır? Meşəbəd cəld dönüb geniş asılmış iri mavi gözlərini ağızlarının arasına dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bir yerin altına gəldi. Ölmədik, sənin dövranın qurtardığını gördük. Mirqasım, bunu təbii ki Daşdəmir deyir. Sən hardasan ay kişi? Buradayım, gəlirəm indi deyirəm. Deyirəm ölmədik, sənin də axırını gördük. Görgənin belində belədən belə çapırdı, belə elədən belə. Saatda bir malı heyvan atın döşünə qatıb salardın xalxala. Nə bilim filan yerə ayaq basma, bəs məkan yerə yaxın durmayın və s. Nə bilim filan yerə yaxın durma. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa qaradı çoban kimi ağacları köklü köməkdə qoparıb belindən şeylər aparmaq istəyirsən? Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşuna çıxdı. İki yanına basa-basa yaxınlaşıb meşəbəni süzdü. Buyur görək, süd lazım deyirsən. Südcət yoxdur. Sən Allah, biraz tez elə. Ay Daşdəmir, ürgə əldən gedir. Demək Daşdəmir burada mənfi obraz kimi yadda qalır. Görürük. Hanı ürgə? Bu yanda, talada qoymuşam. Elə niyə? Yəni gəlsi halı yoxdur. Yoxdur Daşdəmir. Qadın hanım, tez elə. Oğul bərabər atdı Daşdəmir. Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasına məlum o ki, oğlan burada təzə deyil. Demək yoldaş biz görürük ki, oğlan Meşəbəy Mirqasım oğlanı görməsə də, oğlan burada təzə deyildi. Meşəbəy üçün bu saat hər dəqiqə qiymətli idi. O ötən günləri yada salıb söhbətə uzanan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. Mən gətirərəm deyib alçıqlara tərəf yürüdü. Meşəbəli elmli savadlı adamlara, şəhərdən meşəyə gəzmə gələn ziyalılara xüsusi maraq var idi. Yaşıl tarlalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyindən bir cür xatirə qoyub gedirdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasında baxdığı meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövürlədi. O yalnız incə başa düşür ki, lel kəsilib şülüz aslanda meşə suyunun altına qalanda meşə ilə birlikdə neçə adamların ülfəti, yəni şəhərdən gələn adamların ülfətini, ünsiyyətini, ərşdən gücdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcək. Bunu o şəhərli oğlana baxıb düşünür. Meşəbəy bir anlıq hətta ki ürgəni unutdu. Şişkin sifətini, topaz saqqal basmış qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi. Səndən deyilənmi? Niyə cavab vermirsən? Nə deyirsən? Daşdəmir dinə sual verir ki, səndən deyilənmi? Deyirəm, oğlun raykom katibidir. Pulun çox olar. Ver xəzləyiş də. İndi Daşdəmir Mirqasıma deyir. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin safxoz direktorudur. Demək, sənin də pulun çoxdur. Mənim torbamın dibi deşikdir. Elə niyə? Bilmirsən, bir ki baş normaldan artıq heyvan saxlayayım deyim, hər yolda ötəni rüşvət istər. Pulu torbanın demək üstündən qoyuram, altından demək altdan yana gedir. Sənin özünə neçə kərə qonaq eləmişəm. Yadından çıxıb, deməli mənə də rüşvət verirdin. Daşdəmir güldü. Bəs necə bilirdin, hə? İşimi keçmə adama mən bir tikədə də yedirtmərəm. Meşəbəy fikir dağınıq halda səbirsizliklə alçıqlara tərəf baxdı. Oğlan dolu vedirə gəldiyini gördükdə itlərə mırıldaşmağa əhəmiyyət vermədən onun qabağına yerdi. Çox sağ ol qadın al. Dəyməzəmi? Deyə nəzakətlə gülümsünüb vedirəni ehtiyat yerə uzatdı. Əli vedirən soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən, bax diqqətli olur abi. Fikrən, yəni fikrində, düşüncə, xəyalında. Fikrən indi o artıq Göyürgənin yanında idi. Bu göyçək xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər. Köməkləşib Ürgəni yıxmışdılar, sonra süd içirildi. Artıq demək Daşdəmir də, Mirqasım da, xeyirxah oğlan da fikrən, yəni xəyalən Ürgən yanında idilər, Ürgə süd içirirdilər.
Bu fikrində ikən birdən Veydərini böyrü üstə gördükdə Meşəbəy təəccüblə çevrilib ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otun arasında toxuburdu. İtlər cumuz südü yalayırdılar. Daşdəmir isə gülürdü. Vallahi bilmədim, ayağım toxundu. Mirqasım, bir ürgən nə mənə şeydi ondan ötürü belə yürüb qan tərə batıbsan. Deyinən oğlanlarının hərəsi biraz pul yığıb qoysun, maşın alsınlar, mingəz kef elə özü üçün. Meşəbəy top qarasaka arasında iti uclu dişlər ağıran bu adama baxıb naxaq gəldiyini başa düşdü. Yəni artıq burada görür ki, Meşəbəy gəldiyi üçün peşman oldu, çünki düşmənə ağız açmışdı, belə deyək. Gəldiyi üçün peşman oldu. Meşəbəyin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi, lakin özünü sındırmadı. Köhnə adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının dərinliyində onun iri qırıq başında qatı buğ qalxdı. O beləcə başı tüstülü halda geriyə qayıtdı. Gör ki, artıq böyrü üstə idi, artıq keçilmişdi. Meşəbəy çömbəlib onun gözlərini sığalladı, artıq diqqəti atın yanına qayıdır, gör ki, at artıq ölüb. Sonra əlinin arxası ilə öz gözlərini sildi. Belə işlər ay Görkə. Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı. Meşəbəy yavaşca qalxıb tapqırları açdı, sonra yüyəni ürgənin başından çıxartdı, yəhərə belinə şələləyib, yalnız onun bələd olduğu el yolundan uzaq xəlvət cığırlı addımlar. Demək, hər kəsin getdiyi yolla getmir, özünün bildiyi cığırlı addımlar. Külək başlamışdı. Meşə xışıldayırdı. Meşəbəyin üstünə xəzər yağırdı. Boynuna, qoyun qoltuğuna soyuq torpaqlar dolurdu. O isə heç nə əhəmiyyət vermir, gözlərini qaranlıqda bozaran dağ cığırından çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. Meşədən çıxanda o ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Demək biz görürük ki, Meşəbəyi indiyə qədər heç bir yorğunluq hiss etmir, ilk dəfədir ki, yorğunluq hiss etdi. Vaxt keçmiş qoca kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstünə oturdu. Sonra çevrilib çiyini üstünə geriyə meşənin səsinə qulaq asdı. Belə işlər ay Görkə, belə işlər ay Meşəbəyi Mirqasım. Təhlilə baxa yoldaşlar. Deyir əsər epik növdə təbii ki, hekayə yandırında yazılıb. Həyat hadisələrinin təsvirində təkcə, yəni danışıq aparıcıdır. Əsər lirik lövhələrdən də istifadə olunur. Çünki burada Meşəbəy Mirqasımın demək iki dilindən qoşma deyilib. Bir bayatı yadına düşür, bayatını isə demir. Mövzusu insan və onun təbiətə münasibəti ideyəsə, təbiət onu sevən xeyirxah insanlara bircə sayı ilə qoruna bilər. Müəllif hekayədə insan psixologiyasında onun mənəvi aləminə, cəmiyyət nairətdən problemlərə və s. diqqət yetirir. Meşəbəyin kədəri, göy ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələrə münasibəti və diqqət çəkən əsas məqamlardandır. Qarşıya çıxan problemlərin həlli yazısını qəhrəmanların seçim qarşısına qoyub. Əsərdə biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqəti çatdırır. Əsərdə insan və onun təbiətə münasibəti ön plana çəkilir. İnsan və onun təbiətə münasibəti ön plana çəkilir. Əsərdə təbiəti sevən, onu dəyərləndirən xeyirxah insan obrazı yaradılmışdır. Bu da təbii ki, Meşəbəy Mirqasımdır. Əsərdə ömrünün əsas hissəsini təbiətə həsr edən Mirqasım kişi təbiətə qənim kəsilən insan əməllərinin təzadına şahid olur. Yəni Daşdəmir kimi adamlar meşəyə qənim kəsilmişdilər. Əsərin əvvəlində Mirqasım kişinin narahatlığı, daha sonra ürgənin zəhərlənməsi şahidi olur. Hekayənin kulminasiya nöqtəsi Daşdəmirin südü dağıtması hissəsidir ki, yazıcı orada mənfi obrazın xarakterini məharət ortaya qoyub. Mirqasım kişinin əsərin əvvəlində oxuduğu mahnı oyuna qolsa da, səsi bir qədər qəmli idi. O kədərə qalib gəlmək üçün mahnı oxuyur, gözləri tez-tez dolu boşalır. Mirqasım kişinin meşədə gəzəndə yadına bir bayat düşür, amma ölümdən bəhs etdiyi üçün o bayatını demək tez unudur. Hekayədə Mirqasım kişinin dilindən şifa xalq ədəbiyyatının nümunələri yeri verilib. Aşıq Əzizcanın düşdü rəddifi qoşması, Abbasın eylə rəddifi gərarəsi demək verilib. Mirqasım kişinin əsərin əvvəlində qəmli olmasının səbəbi meşənin su altında qalması idi. 2 gün sonra suyun ağzı açılacaq və meşə suyun altında qalacaq. Mirqasım ki, meşənin su altında qalmasına görə oğlanların qarşı qəzəbli deyildi, belə bir fakt yoxdur. Onlar günahkarı görmürdü. O üzdə büruzə verməsə, meşənin su altında qalmasının daxilən narazı idi. Mirqasım 60 yaşı var idi, oğlunun bir raykom katibi idi, biri Bakıda oxumaqda idi, biri də 10 illiyi bitirmiş, bu il bitirənsə oğlu isə, son 5-i isə demək bənd ikincisində çalışırdı. Oğlanlar Mirqasıma kişiyə təsəlli verirdi ki, su olanda onlara belə 100 belə meşə salamaq olar. O susuz çöllərdə, salınacaq meşələrdə meşəbərik etmə arzusunda idi. Görkənin ağzından gələn sarı köpüşlü Mirqasım kişi onun zəhərləndiyini anlayır, süd dalınca gedir. Görkənin ölümü təbiətdə qənim kəsilmək istəyənlərə bir xəbərdarlıq. Baxın, göy ürgənin ölümü təbiətdə qənim kəsilməsindən bir xəbərdarlıq idi. Meşəbəy Mirqasım göy ürgə dost kimi yanaşır. Göy ürgənin ölümünün səbəbi asırqal deyildi. Atın ölümünün əsas səbəbi Daşdəmirin namərdliyi olur. Demək, atın ölüm səbəbi asırqal deyildi, çünki asırqal bu meşədə bitmirdi. Ölüm səbəbi Daşdəmirin namərdliyi idi ki, məhz südü vurub dağıdı. Daşdəmir Mirqasımda neçə meşəni qoruduğunda, işinə vicdan yanaşdığına görə qisas alır. Mirqasım kişi südü gətirə bilmir, Daşdəmir südü bilərəkdən dağıdı. Daşdəmir iç safxoz deyilən yerdə işlərdi, yalnız şəxsi mənafiyə düşünən mənfi obraz ilə.
Yoxsa qara çoban kimi ağızları köklü köməcli qoparıb belinə şəlləyib aparmaq istərsən fikri Daşdəmirə aiddir. Mirqasım şəhərdən gələn elmi savadlı adamlara, meşəni gəzməyə gələn ziyalılara xüsusi maraq var idi. Daşdəmirin Kürəkən sovxoz direktoru idi. Vaxtilə öz mənafi üçün Mirqasıma qonaq edib, bunu rüşvət kimi dəyərləndirib. Mirqasımın bunu rüşvət kimi görməyib, ancaq bunu süd səhnəsində Daşdəmir deyəndən sonra bilir. Çünki əvvəl bilmirdim rüşvət edib, süd səhnəsində Daşdəmir özü deyir ki, bəs sənə də qonaq etmişsən, bu da bir rüşvətin bir növü idi. Mirqasım kişi pul təklif edib süd alması desə də özünü sındırmır, sakitcə oradan uzaqlaşır. Namərdə tuş gələnin işi düyünə düşər atılar sözü əsərin məzmunu ilə səsləşir. Demək Mirqasımın işi namərdə düşmüşdü və demək namərdə tuş gəlmişdi və işi də düyünə düşür. Belə dəyərli yoldaşlar, növbəti videoda görüşəcək. Təşəkkür edirəm.